salam, necəsiz? O da dedi ki, yaxşıyım Aygün xanım, necə heyecanlıyam sizinlə danışmağa, mən sizin pərəstişkarınızla, bizi evdə uşaqlar sizi çox istəyir. Çox sağ olsunlar, öpürəm onları. Allah mənə salam deyirlər, çox sağ olsunlar, eşitirəm onları sözlərini. Lakin bir Aygün xanım, biləm, mən üçün mahnı oxuyuz da, mən hansı mahnı oxuyum sizin üçün? O da deyir ki, Namiklə oxuyursunuz da, bir də o mahnını oxuyursunuz da. Namiklə o belə mahnı oxuyuram ki, mən hansını oxuyum sizin üçün? Deyir ki, o, nə bileyim, meyxanalarda azadda, hə, oxuyarım. Səni elə sevdi ürək, səni elə sevdi ürək, gəzər içkilə bütün dünyanı. Səni elə sevdi ürək, səni elə sevdi ürək, gəzər içkilə dünyanı. Necə ispat edərsən mənə məhəbbətini, eləyərsən müqətin həkkələ öz söhbətini. O zaman da ürəyim rahat olar dincələrəm, sənə öz sevgimdən sonra tatil edərəm. Namikə deyilən sizə danışmaya, Namikdən də xoşum gəlir. Mən dedim ki, bilirsiniz, söz tapı bilmədim, dedi ki, bilirsiniz, Namik indi operasiyaya getdi. O da dedi ki, nə? Namik, ay Aygün xanım, axır Namik də özünüz kimi sağlar altına saldı. Hə, Aygün xanım, yaxşı, bəs o harasına operasiya elədi? Mən o da lazım edir, onun figurəsine ehtiyac yoxdur.